Bir vaxt var idi ki, hamı kimin pulu olurdu, həmən deyirdi, yox, mən təcili bir şadlıq sarayı tikməliyəm. Maşallah, şadlıq saraylarında sayı hesabı yox idi. Hər gün eşidirdi ki, yeni bir şadlıq sarayı açılışı oldu. İndi toy edən yoxdur. O cütlükləri gözümüz axtarır, tapmırıq. İndi o həmin şadlıq saraylarının, demək olar 60% mərasim evləri olub. İndi evlənəndən çox, ailə qurandan çox, ölənlər, dünyasını dəyişənlər daha çoxdur. Bəli, şadlıq saraylarında da ki, gedirik də bəzən yeməklər, bəzən qablardan bir qəribə qoxu gəlir. Hissləmirsiniz, şadlıq sarayında çörək yeyəndə hamı yeməkdən öncə mütləq bir salfetka götürür, boş qablarını silirlər, nə bilim, stəkanı silirlər, çəngəl bıçağı silirlər. Qoxuluysan bir qəribə qoxu gəlir. Belə tualet qoxusuna yaxın bir, ayaq yoluya yaxın bir qoxu gəlir. Elə bir onları orada yuyublar. Həmişə mən deyirəm, bu qoxu, məhz bu qoxu buradan niyə gəlir ki? Və son vaxtlar bir neçə şadlıq sarayını monitorinq olub, yoxlayıblar. 4 saat Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin monitorinq qrupunun əməkdaşları tərəfindən Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai ayşə obyektlərində son bir həftə ərzində aparılan monitorinqlər zamanı Kolpalas, Okean, Greenhouse, Xəlifə, Qərb, Həyat Saray, Bəyaz Saray, Sevgi Palas, Şadlıq saraylarında, eləcə Xan Ərkivan restoranlarından havaya normadan artıq tullantı atıldığı müəyyən edilir. Bizim media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimov məlumat verib. O bildirib ki, bu faktlarla bağlı sözü gedən ictimai ayşə obyektlərinin məsul şəxsləri barəsində protokol tərtib olunub və hər birinin 2500 manat məbləğində cərimələnməsi üçün qanununa müvafiq tədbirlər görülüb. Təkcə cərimələni edin bu cəriməni, amma yenə də nəzarətdə saxlayın. Siz oradan getdiniz, o pulu ödədilər, təkrar onları edəcəklər. Köhnə bir həftədir pişirilib, yığıblar soyuducuya, toydur, nəm tədbirdir, nədir, filan, nələrsə var. O yeməkləri isidirlər, necə lazımdır, gətirib masaya verirlər. Bunu etməyin. Biz evdə qıymırıq, axşamdan qalmış bir yeməyi yeməyə. Niyə görə bizə bir həftə qalmış yeməyi məcbur edirsiniz ki, yeyin, sonra da pul ödəyin? Məndən bu qədər. Məsara Səfura Bahadurdan.